İçkidən danışmaq istəyirəm. Bir çox insanlar içirəm mənim bədənim dezinfeksiya olunsun deyə. Belə bir şeylər var yəni ortada. Yəni nə dərəcədə doğrudur bu? İçki insan bədəninə hansı zərərləri törədir? Baxın, bizim bir fabrikimiz var bədənimizdə, o da qaraciyərdir. Bilin ki, içki zamanı yaranan bu spirt ki var, həmin spirtin parçalanması lazımdır. Bu da qaraciyərdə gedir. Yəni siz nə qədər çox içəcəksiniz, qaraciyərə o qədər yük düşəcək və gələcəkdə qaraciyər piylənməsi yaranacaq və bunun da sonu ağır xəstəliklərə, sirroza kimi gətirib çıxara bilər. Yəni içki dezinfeksiya məhsulu deyil. Yəni dezinfeksiya etmək istəyirsinizsə normal miqdarda su qəbul edin, yəni içki qəbul etməyin. Hətta pivədə az alkoqol olduğuna görə deyirlər pivə nədir ki, onsuz spirtli bir şey deyil, amma pivənin nə dərəcədə zərərli olduğunu Pivənin alkoqolu az olacaq, amma tərkibində rənginə görə bilirsiniz digər faktorlar var ki, bunlar həm qanda insulin dalğalanmasına səbəb olur, həm şəkəri qaldıra bilir, asıllıq yaradır, böyrək problemlərinə gətirib çıxara bilər. Ona görə qadın hormonları əlbəttə ki, pivə birbaşa olaraq bayaq dediyim kimi insulin həssaslığında, rezistentliyində dəyişiklik eləyərək gələcək üçün kişilərdə daha çox ginekomasiyaya səbəb ola bilər və ya qadınlarda estrogen baskılanmasına səbəb ola bilər. Ona görə də heç məsləhət deyil. yəni kişilərdə nə problemlər ola bilər? Süd vəzlərinin böyüməsinə səbəb ola bilər.